Son zamanlar satışda rast gəlinən quru dondurma və digər liofilize olunmuş qida məhsulları bir çox istehlakçılarda sual doğurur. Bu məhsullar doğrudanmı təhlükəsizdir? Mütəxəssislərin fikrincə, liofilizasiya qida sənayesində uzun müddətli istifadə olunan və düzgün tətbiq edildikdə təhlükəsiz hesab edilən texnologiyadır. Bu üsul məhsulun tərkibindəki suyun çıxarılması hesabına bakteriyaların çoxalması üçün əlverişli mühiti xeyli azaldır. Nəticədə məhsul daha uzun müddət saxlanıla bilir və qida dəyərinin böyük hissəsi qorunur. Lakin əsas risk texnologiyanın özündən yox, onun necə tətbiq olunmasından irəli gəlir. Xam malın keyfiyyətsiz olması, istehsal zamanı gigiyenik normalara əməl edilməməsi və uyğun olmayan saxlanma şəraiti bu cür məhsulları potensial təhlükə mənbəyinə çevirə bilər. Xüsusilə qeyri-rəsmi yollarla idxal olunan və ya mənşəyi məlum olmayan məhsullar istehlakçılar üçün risk daşıyır. Nəticə etibarilə quru dondurma məhsulları müvafiq standartlara uyğun istehsal edildiyi halda sağlamlıq üçün təhlükə yaratmır.